Bugün mən məktəbi bitirirəm. Artıq ali təhsil müəssisəsinə qədəm qoyuram. İnşallah gələcək həyatımda həkim olmaq fikrim var. Bugün ölkəmizin hər yerində olduğu kimi, Xaçmaz şəhəri 9 nömrəli tam orta məktəbin məzunlarının şərəfinə təntənəli son zəng mərasimi təşkil olunub. Son zəng tədbirində Xaçmaz rayon təhsil sektorunun müdürü Qələmşah Dostuyev, 9 nömrəli məktəbin direktoru Gülnar Hüseynova, valideynlər, məktəbin kollektivi, eləcə də ictimaiyyət nümayəndələri iştirak edib. Son zəng tədbirini açılış nitqi ilə çıxış edən məktəbin direktoru Gülnar Hüseynova son vaxtlarda məktəbdə görülən işlərdən, şagirdlər üçün yaradılan şəraitdən, təhsil və təchizat sahəsindəki uğurlardan söz açıb. Sonra Xaçmaz təhsil sektorunun müdürü Qələmşah Dostuyev çıxış edərək məzunları təbrik edib, onlara gələcək həyat yolunda uğurlar arzulayıb. Son zəng tədbirində məzunlarla yanaşı, müəllimlər və valideynlər də həyəcanlı idi. Məzunlar musiqi sədaları altında rəqs edərək bir-birlərinə xoş arzularını bildiriblər. Bugün əslində həm sevindiyimiz qədər həm də kədərlənirik. Çünki neçə ildir öz evimiz kimi gördüyümüz məktəbimizdən artıq çıxırıq. Bugün mənim üçün həm sevincli, həm də kədərli gündür. Çünki məktəbi qurtaram, həm də ki 9 nömrə məktəb bitirəm. Gələcək həyatda hər kəsə uğurlar arzulayıram. Onu da qeyd edək ki, Xaçmaz şəhər 9 nömrəli tam orta məktəbin şagirdləri Sabahın alimləri müsabiqəsində bürünc medala, Hakaton rəqəmsal bacarıqlar layihəsində isə 4 nəfər şagird finala yüksəlib. Rüşabə Baxşıyeva, Asif Cəbbarov, xüsusi olaraq Dinas TV üçün.